Və Allah Azze ve Celle insanın unutmaması üçün ona əlamətlər də verir. Kəndində, qəsəbəsində, şəhərində, ölkəsində, millətində, toplumundaca və cəmaatında. İstər hər gün, istər bir gündən biri ölür, biri uşaq ölür, biri cavan ölür, biri qoca ölür. Bu xatırlatmadır. Və Allah Azze ve Celle ölümün elçilərini göndərir ilk öncə. Saçlar ağarır, güclü bədən gücdən düşür, bel bükülür. İnsanın ayılması üçün, geri qayıtması üçün, qəflətdə qalmaması üçün. Onun üçün qardaşlarım, adil də ölər, zalim də, şah da ölər. Böyük də, qadın da ölər, kişi də, şah da ölər, qul da, kölə də. Hər birinin dünyada tutmuş olduğu vəzifəsindən asılı olmayaraq, dönüş yalnız onadır. Məlik olan Allahadır. Ər-Rəhman Ər-Rahimədir, Cəbbaradır. Qayıdış onadır, hesab onadır. Onun üçün dünyada daşıdığın vəzifə səni Allahın qarşısında əmr etdiklərindən azad etməz. Şahlar və padşahlar da Allahın qarşısında diz qoyub, bel büküb, baş qoymağa, əmrinə tabe olmağa yaradılır. Kölə də, qul da, qara qulundan tutmuş, ağ şahına qədər, padşahına qədər Allahın qabağında quldur. Kim diz çökəcəksə, bel bükəcəksə, baş qoyacaqsa, Allah qatında uca olan odur. Dünyada sənə verilən adlara aldanma. Zəngin, başçı, varlı, ağıllı, gözəl. Bu sözlər aldatmasın. Allah qatında kimsən? Necə adlanırsan? Necə çağırılırsan? Necə çağırılacaqsan? Kim deyə huzuruna gələcəksən? Məsələ budur. Oradakı adların alınması üçün insan burada çalışmalıdır. İnsan burada çalışmalıdır. Çünki ölüm gecikmədən gələcək. Allah Azze ve Celle deyir ki, onların əcəli gəldiyi zaman nə bir an gecikər, nə də önə keçər. Kimin üçünsə tez olmur.